Ayrılmışsınız fikrindeki insandan hal-hazırda aramızda heç bir iletişim yoxdur. Gəl baxaq, darıxırmı? Hazırda haqqında nə düşünür? Addım atmaq istəyirmi? Gəl baxaq. Fikrindeki insanın hazırda özü hansı enerjidədir? Özü hansı enerjidədir? Üzgünlüyü var. Bəli, ayrılığınızla əlaqədar, danışmamağınızla əlaqədar. Bu dəqiqə ola bilsin ki, depresiv mahnılara qulaq asa da bilər, depresiv düşünə də bilər, sorğulaya da bilər səni, özünü, davranışlarınızı, ətraf mühiti. Bu dəqiqə bu enerjidədir. Sənin haqqında hazırda düşünürmü? Fikrindəki insan. Fikrindəki insan hazırda səni düşünürmü? Hazırda səni düşünürmü? Əlbəttə ki, düşünür. Hal-hazırda demək olar ki, hətta deyəlim yol üstündədir, harasa gedəsidirmi, yoldadırmı, amma bir şəkildə fikirlərini toparlaya bilmir və sən yadına düşəndə kefi əhvalı pozulur. Səndən gözləmədiyi bir addım görübdür və yaxud da ki, sənin gözləmədiyin bir addım attığına görə peşmançılıq çəkir. Baxın bir dənə, peşmançılığı varmı? Münasibətinizlə, ayrılığınızla, küslüyünüzlə əlaqədar peşmançılığı varmı? Bəli, var. Mütəmadi şəkildə özünü günahlandırır. Ola bilsin, sən bəzi sözlər demirsən, bundan əlaqədar da özünü günahlandırır. Səni bir daha geri qayıtmayacağını düşünür. Gəl baxaq, bəs münasibətinizlə əlaqədar nə qərar veribdir? Fikrindəki insan münasibətinizlə əlaqədar bəs hazırda nə qərar veribdir münasibətinizlə əlaqədar? Askıya alıbdır hələ ki hər şeyi. Deyir ki, hələ ki əsəbidir, hisslidir, amma bir məsələ var ki, mən bu münasibəti bitirmək istəmirəm, mən ayrılmaq istəmirəm və bir şəkildə geri dönüş etmək istəyirəm. Sadəcə hal-hazırda zamana buraxıb da hər şeyi. Addım atmaq istəyirmi hazırki zamanda? Addım atmaq istəyirmi? Fikrindəki insan addım atmaq istəyirmi sənə? Addım atmaq istəyirmi? Hazırda yox, addım atmaq istəmir, hətta qorxur, deyir ki, biraz zaman verim. Sənə zaman verməyi düşünür. Niyə addım atmır? Səbəb nədir? Niyə addım atmır? Fikrindəki insan niyə indi sənə addım atmır? Niyə indi? Niyə addım atmır? Qorxur ki, indi addım atsa, axırı mübahisə ilə bitər. Ona görə də indi addım atmır. Gəl baxaq, bəs addım atacaqmı? Fikrindəki insan sənə doğru barışmaq üçün addım atacaqmı? Fikrindəki insan sənə doğru barışıq üçün addım atacaqmı? Fikrindəki insandan barışıq üçün addım gələcəkmi? Bəli, nəticə etibarilə gələcək 6-4 vaxt içində görürəm bunu. Yəni, biraz bu düşünür ki, biraz sən də tək qalasan, sən də səhvlərini düşünəsən, sən də səhvlərini yada salasan, bütün səhvin onda olmadığını, səhvlərin bərabər olduğunu düşünərsən və buna görə də biraz zaman veribdir. Barışıq olacaqmı aranızda? Fikrindəki insanla barışıq olacaqmı aranızda? Mən elə bir barışıq görmürəm aranızda. Olsa belə çox uzun bir vaxt sonra ola bilər. Xeyr, görmürəm. Sadəcə ola bilsin o addım atacaq. Çox qəlbini qırıb deyəsən. Hər nə olur olsun, axırda barışıq görmürəm. Yəni, sən onu bağışlamayacaqsan. Sən net olaraq qərar vermişsən ki, okey, səhvini başa düşsün, gəlsin, amma mən onu rədd edəcəm. Seçim sənin də aldım, qəbul edilməyəcək tərəfə baxım üçün isə profilimdəki nömrə ilə əlaqə saxla.